Bağışlayan ve mehriban Allah'ın adıyla. Değerli izleyicilerimiz, Hayatın Ekranı 14 TV'nin efirində mübarək Ramazan ayına əsr olunmuş İlahi Ziyafət proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz mübarək Ramazan ayı və axirətdir. Qonağımız isə ilahiyyatçı, psixoloq Fazil Əhməddir. Fazil bəy, xoş gəlmisiniz. Salam, çox təşəkkür edirəm dəvət üçün və eyni zamanda fürsətdən istifadə edib həm Kanal 14, Kanal 14-ün yaradıcı heyətini, həm də eyni zamanda izləyiciləri salamlayıram. Təşəkkür edirik sizə. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk, var olasınız. Fazil bəy, ümumiyyətlə bütün bəşəriyyətinin, dünya həyatının hədəfi əlbəttə ki, bir mənalı olaraq axirətdir. Yəni, istən qəbul olunsa da, istər olunmasa da, yəni həqiqət dəyişmir. Və bizim də dünya həyatında əməllərimiz, iradəmiz, bir şeyi yerinə yetirməyimiz əlbəttə ki, bizim axirətimizdə təsir göstərir. Və ələlxüsus mübarək Ramazan ayında bir çox əməllər daha da ilahi rəngə boyanır. Bu cəhətdən istərdik bugünkü mövzumuzu ələ alaq. Ümumiyyətlə, ilk sualımız bundan ibarət ki, mübarək Ramazan ayı axirətin qazanılması, axirətin əldə olunması baxımından nə qədər önəmlidir, nə qədər mühümdür? Bu haqda lütfən. Bismillahirrahmanirrahim. Mövzu olaraq elə bir mövzu seçmişsiniz ki, bir veriliş çərçivəsində bu sualı cavablandırmaq olmaz. Məsələn, buna aid olan sualları. Amma mübarək Ramazan ayının olduğuna görə, mübarək Ramazan ayında belə deyək, təkcə oruç tutmaqla deyil, eyni zamanda bu cür verilişlər, kitab oxusu, mütaliə və buna oxşar maarifləndirici söhbətlərdən, maarifləndirici mövzulardan istifadə eləməklə həm də insanlarımız imanlarını artırır. Ona görə yəni, bu mövzuda bizim də Əhl-i Beyt əleyhissalamdan bizə qalan belə deyək, mirası insanlara çatdırmaq, elmi mirası insanlara çatdırmaq bir vəzifədir. Düşünürəm ki, inşallah Allah da bərəkət verər. Həm verilişə, həm mövzunun özünün inşallah insanlar üçün faydalı olmasına. Baxın, belə deyək, insanların bir yaxın hədəfi olur, bir uzaq hədəfi olur. Belə deyirlər, bəziləri, psixoloqlar, psixologiyada da bu var. İnsanlar fərqlidir. Bəzi insanlar çox uzaq görəndir, öz işlərinin hədəfini uzağa hesablayıblar, yaxına yox. Axirət uzaq hədəfdir. Yəni, böyük alimlərdən biri, tanınmış deməli, İslam aləminin həm tanınmış filosofu, həm tanınmış təfsirçisi Cavadi Amuli buyurur ki, o insanlar ki, ancaq dünya üçün çalışırlar, ancaq dünyada müəyyən şeylər qazanmaq üçün çalışırlar, onlar kiçik hədəfləri nişan alıblar. Necə ki, məsələn, ola bilər ki, bir ox atan və bir tüfəng atan, bir silahdan istifadə edən yaxın bir hədəfi vurmaq istəyir. Amma uzaq hədəfi vurmaq istəyənin tamamilə meyarları fərqlidir. Axirət uzaq hədəfdir. Yaxın hədəf insana yalnız o yaxında yardım eləyə bilir deyə, yəni dünyada yardım eləyə bilir. Məsələn, tutalım bizim cəmiyyətdə belə bir söz yayılıb ki, əsas qəlbin təmizliyidir. Bu cür insanlar yalnız məsələn, düşünürlər ki, mən yaxşı işlər görürəm, heç kimə pislik eləmirəm, məsələn, qonşu ilə yaxşıyam, insanlarla yaxşı rəftar eləyirəm, lakin axirət aid heç bir iş görmür. Məsələn, ümumiyyətlə dinin hökmlərinə riayət eləmir, ümumiyyətlə nə oruc, nə namaz bunlara riayət eləmir. Bunlar yaxın hədəfə çalışırlar. O insanlar ki, yalnız dünya çərçivəsi üçün yaşayırlar, öz əməllərini yalnız bu dünya üçün qurublar. Yəni deyirlər ki, mən namaz qılmasam da, ibadət eləməsəm də yaxşı bir insanım. Bu yaxşılığın nəticəsi yalnız bu dünya üçün onlara hasıl olacaq. Belə deyil ki, insan yaxın hədəf üçün vuruşsun, sonra uzaq hədəfin intizarında olsun və ya dünyadan köçəndən sonra desin ki, mən axı yaxşı işlər görmüşəm, mən qonşulara yaxşı olmuşam. Onlara deyiləcək ki, siz yaxın hədəf üçün çalışmışsınız, bu yaxın hədəfin artıq bəhrəsini dünyada görmüşsünüz. Amma uzaq hədəf, yəni axirət hədəfi üçün bir iş görməmişsiniz. Ona görə də çalışmaq lazımdır ki, bu həyatda insan biraz uzaq görən olsun. Necə ki, dünyada uzaq görən insanlar gec də olsa elə bir bəhrəyə çatırlar ki, uzaq görən olmayan insanlar artıq gecikirlər və o bəhrəyə çata bilmirlər, o nailiyyətə çata bilmirlər və artıq gec olur. Ona görə uzaq görmək, uzağı daha müşahidə eləmək həm dünyada, həm axirət mövzusunda öz təsirini göstərir.
Mövzuya girincə, o insanlar ki, yalnız bu dünyanın istəyirlər, deyirlər ki, yəni daha doğrusu belə iddia irəli sürürlər ki, qonşularla yaxşıyam, qohumlarla yaxşıyam, heç kimə pislik eləmirəm. Yəni mən bir normal bir insan kimi tanınmışam. Bunu da cavablandıraq bir mötərizə daxilində ki, axı yəni bir insanın özünü yaxşı adlandırması nə dərəcədə doğrudur. Yəni insan özünü yaxşı insan hesab eləməsinin özü bir növ insanı pis insan çərçivəsinə aparır salır. Yəni ego ilə dolu bir insan. Belə insan əlbəttə o insanlar ki, ibadət eləyirlər, ona bir söz qoşub deməyə şərait yaradır və biz bunu müşahidə eləyirik. O insanlar ki, yalnız deyir ki, mən qonşularımla yaxşıyam, qohumlarımla yaxşıyam, ibadət eləməsəm də pis işlər görmürəm, belə bu işləri görürəm. İstər-istəməz ibadətkar insanlar haqqında dəfələrlə öz deyək söhbətlərində müəyyən iradlar görürük, mənfi iradlar və yersiz iradlar. Ki, məndə filan qonşu var, namaz da qılır, filan işlər də görür. İstər-istəməz özünü təmizə çıxartmaq istəyir bu insan. Belə deyil ki, bütün insanlar ağappaq vərəqdir. Yəni, hər bir insanın günahı ola bilər. Yəni, özünü təmizə çıxardır. Sanki demək istəyir, mən əla insanam. Amma heç vaxt fikirləşmir ki, Peyğəmbərdən əla ola bilməz. Həzrəti Peyğəmbərimiz, Həzrəti Əli əleyhissalam, o böyük səhabələr, bunlar yaxşı insan olmaqla bərabər bir namazlarını belə qəzaya verməyiblər və ya oruclarını qəzaya verməyiblər. Yəni, doğrudanmı sən elə bir yaxşı insansın, sanki Peyğəmbəri də vurub açmısan, Peyğəmbərdən də qabağa keçmirsən, hətta Peyğəmbərlik və imamət bir həddi var deyərlər, o sərhədi var. O sərhədləri gedib çıxa bilsə insan belə, baxıb görür ki, onlar öz həyatlarında ibadətləri yerinə yetiriblər, vacibləri yerinə yetiriblər. Ona görə bu kəlmə, bu söz, bu cümlə cəmiyyətimizdə çox yayılıb və Quran-ı Kərimdə də buna toxunulubdur. Allah bilir ki, belə insanlar həyatda olacaq ki, deyəcəklər, biz elə yaxşı insanıq, şükür Allah heç kimə pislik eləmirik, falan, bu yaxın hədəfə işləyənlər, bayaq dediyimiz. Allah Quran-ı Kərimdə belə bir ayə buyurur. Buyurur ki, yaxşılıq o deyil ki, öz üzünüzü sağa və ya sola döndərəsiz. Diqqət edin. Yəni, Allahın göndərdiyi bir dindən özünüzü sağa sola döndərəsiz. Sonra Allah sayır. Yaxşı olanlar Allaha, Peyğəmbərə, qiyamət günə iman gətirənlər, namaz qılanlar, oruç tutanlar və bunları bir-bir sayır. Yəni, yaxşı olmağı insan öz-özündən qondara bilməz. Yaxşılıq bu deməkdir ki, mən ancaq qonşulara hörmət edirəm, heç kimə pisliyim dəymir, filanam sayır bir-bir. Allah da bu məsələni Qurana gətirib, mindir üzümdən qabaq. Bilir ki, belə insanlar ortaya çıxacaq, deyəcəklər ki, yaxşı, mən elə yaxşı insanam. Allah dedi ki, yaxşı olmaq özünüzü sağa-sola döndərmək deyil, üzünüzü sağa-sola, yəni sağa-sola, yəni nə? Yəni Allah yaxşı olmaq üçün din göndərib, sən özünü sağa-sola döndərsən bu dindən, özü də yaxşı olanlar deyir, bunlar deyil. Yaxşı olanlar Allaha, Peyğəmbərə, qiyamət günə iman gətirənlər, namaz qılanlar, gətirir namazı qabağa, namaz qılanlar, Allaha itaət eləyənlərdir və s. orada bir-bir sayır Allah Quran-ı Kərimdə. Baxın, Bəqərə surəsindədir bu ayə. Bundan Allah demək istəyir ki, siz özünüzdən yaxşılıq meyarı qondara bilməzsiniz. Və burada bir nöqtə də var, onu da bildirim. Deməli, Allaha görə hər kəs dindardır. Çox qəribədir. Allaha görə, Qurana əsasən, bütün insanlar dindardır. Hətta kafir də dindardır. O adamlar ki, dini inkar edirlər, dini təlimləri inkar edirlər, onlar da dindardır. Allaha görə hər bir insanın dünya görüşü onun dinidir. Deməli, əvvəla buna əsas deyim, Quran-ı Kərimdə Kafirun surəsindədir. Ya eyyuhəl kafirun, ey kafirlər deyə xitab edən bu ayə, bu surə, Kafirun surəsi sonunda gəlib deyir ki, ya Peyğəmbər, əvvəldə demişdik, yəni Peyğəmbər o kafirlərə müraciət eləsin, axırda gəlir ki, ləkum dinukum vəliyə deyini, siz öz dininizdə qalın, yəni kafirliyinizdə. Biz də öz dinimizdə qalaq. Aha, bu ayəyə, bu surəyə və bu ayəyə əsasən kafirlik də bir dindir. Allah Quran-ı Kərimdə buyurur ki, ey kafirlər, siz öz dininizdə qalın, biz də öz dinimizdə qalın. Qul ya eyyuhəl kafir, ya Peyğəmbər, o dedi, denən onlara. Axırda gəldi ki, ləkum dinukum vəliyyədin. Siz öz dininizdə qalın, biz də öz dinimizdə qalaq. Aha, deməli siz öz dininizdə qalın, onların dini var. Kafirliyi Allah din adlandırır. Deməli, hər bir insanın dünya görüşü onun dinidir. İndi gəlirik öz mövzumuza, bu dediyimiz mötərizə arası mövzuya. Bir insan ki, deyirsə ki, mən həyatda heç kimə pisliyim dəymir, qonşularla, qohumlarla yaxşıyam, namaz qılmasam da çalışıram, hamıya kömək eləyim, yardım eləyim falan. Bu sənin öz dinindir. Allah demiş, bu sənin özünün qondardığın dindir. Allahın göndərdiyi din deyil. Sənin öz dinində, amma bu din sənə fayda verməyəcək.
Bu din səni axıra aparıb çıxartmayacaq və bu din bayaq dediyimiz o böyük hədəflərə aparıb çıxartmayacaq insanı. Ola bilməz ki, insan 2 dənə müəssisədə işləsin, bir müəssisənin maaşını ikinci müəssisədən alsın. Məsələn, bir müəssisədə 1 ay çalışıb, gedib ikinci müəssisəyə desin ki, mən 1 ayda orada çalışıram, mənim maaşımı verin, mümkün deyil. İndi insan axirətə gəlib, Allaha demək istəyir ki, mən dünyada müəyyən işlər görmüşəm, ver mənə axirət. Axı sən o işləri ona görə görməmisən ki, axirətdə alasan, sən o işləri görmüsən ki, orada səni tərifləsinlər, desinlər nə yaxşı insandır. Özün də özünü tərifləmisən ki, mən elə yaxşı insanam, şükür Allah, heç kimə pisliyim dəymir. O tərifi almısan da sən axirətdə bir şey qazana bilməzsən, axirətdə sənə bir şey verməzlər. O baxımdan bəli, bax bu verilişdə də sizin açdığınız bu mövzu çox önəmli bir mövzudur ki, bu mübarək Ramazan ayında insanların elədikləri, əgər doğrudan da niyyət Allahdırsa və gələcəkdə də elədiklərini minnət qoymayacaqsa insan, elədiklərini dilə gətirməyəcəksə və özünü göstərmək xarakterli olmayacaqsa, özünü nümayiş elətdirmək xarakterli olmayacaqsa, yəni o əməlləri qoruyub saxlayacaqsa axirətə qədər. Və bəli, o uzaq hədəfdir. Yəni axirətdə onun cavabını mütləq alacaq. Bu da çətindir. Yəni belə deyil ki, biz yaxşı işlər görürük, tutalım məsələn ümumən Allahın dininə riayət edirik, yaxşı işlər görməyə çalışırıq, orucda tuturuq mübarək Ramazan ayında. Bu kifayət edəcək. Bunu qorumaq bundan daha çətindir. Bax, bu qazandıqlarımızı qorumaq daha mürəkkəb prosesdir. Hə, biz iş gördük, biz sizinlə yoxşuyur. Bu sanki belə deyək də bir xanımdır. Evin səliqəsini qorumağa çalışır, evi səliqəyə salmağa çalışır. Evi səliqəyə salmaq bir işdir, amma o səliqəni qorumaq gətirir məqsədə çatdırır. Deməli, əgər biz məsələn tam mübarək Ramazan ayında Allah nəsib elədi bu ayı bizə yaşamağı və bu ayda tutalım ki, öz günahlarımızı bağışlada bildik və eyni zamanda axirətimiz üçün həm oruç tutmaqla, həm müəyyən günahlardan çəkinməyi öyrənməklə, Allaha müəyyən vədlər verməklə müəyyən nailiyyətlər qazana bildik. Bu o vaxt nailiyyət olur ki, biz ölən günümüzə kimi bunu qoruya bilək. Ölən günümüzə kimi bunu saxlaya bilək və inşallah çatdıra bilək onu. Ona görə böyüklər, alimlərimiz buyururlar ki, qətiyyən işin ortasında öz-özdən razı olmayın. İşin axırında bilmək olar ki, biz o əməlləri çatdıra bildik ya yox. Baxın, bir cümlə deyim sizə. Bəzi hədislər ki, gəlib, biz ilahiyyatçılardan, ruhanilərimizdən eşidirik. Məsələn, hədis belə tutalım, ruhani danışır, məsələn, cümə günündə xütbə edir. Deyir ki, vucibəl cənnə. Məsələn, müəyyən bir əməli sayır və belə hədislərimiz çoxdur. Vucibəl cənnə. Allah cənnəti vacib eləyər filan kəsə. Məsələn, filan işləri görən adama Allah cənnəti vacib eləyər. Filan işlər sizi cənnətə aparır, filan işlər görsəz siz cənnətə düşərsiniz, filan işlər görsəz cənnətdə sizə qəsr verirlər. Çox qəribədir, yəni axı bu qədər işləri, məsələn bu işləri ki biz görürük, biz doğrudan elə cənnətdə qəsrimiz var yəqin də, indi belə düşünürük. Çox maraqlı nöqtədir əslində. Yaxşı, niyə görə bu qədər şeylər buyurulub, sizə cənnət vacib olar, sizə cənnət vacib olar, sizə cənnət vacib olar? Niyə bu əməllərə cənnət bu qədər deməli bizə vacib buyurulub? Yəni Allah demək istəyir ki, belə deyil ki, bütün əməllərinizi ki görürsüz, bunları qoruya biləcəksiniz. Bunları qoruya biləcəksiniz. Yəni, bu cibəl cənnətlə istəyir Allah bizə desin ki, elə bir dənə bu cibəl cənnətlə siz gedib ora daxil ola bilməyəsiniz. Onu qoruya bilsə gedib ora daxil ola biləcəksiniz. Yəni, bəzən də adam fikirləşir ki, tutalım ki, mən ki bu cənnətə aid işlər görmüşəm, inşallah yəni, yəqin ora düşərəm də. Axı, bu cənnətə düşəsi işlər üçün ki görmüşük, bunu aradan aparan işlər də var. Yəni, bəzi əməllərimiz var ki, bəli, əhsən, gəlir bunu silir aparır. Yəni, belə deyil ki, rahatdır, elə biz cənnətliyik. Bu, geniş bir mövzudur əlbəttə. Deməli, düz buyurursunuz. Bu, bizim mübarək Ramazan ayında görəcəyimiz əməllər gərək uzağı hədəf alsın. Uzaq görən insan daha uzağı düşünür. Yəni, nə? Allaha görə yaşamaq. Bütün əməlləri Allaha görə görsək biz o uzaq hədəfə çata bilərik. Yəni, bu həyatımız boyu və mübarək Ramazan ayında insan bunu öyrənsin ki, biz bütün işləri Allaha görə bir alim buyurur ki, hətta öz atanın qabağına bir çay qoyursansa, bir hörmət edirsənsə, onu da Allaha görə elə. Bir Rəcəbəli Xəyyat adlı tanınmış bir ariflərdən də heç böyük bir təhsil almayıb da hətta. Sadəcə Allah yanında uca məqam sahibidir. Vəlidir, tanınmış əxlaq alimlərindən biri ki, kitabları indi bizim rəflərimizdə var, hətta tərcümə olunub Azərbaycan dilinə. Deməli, o alim buyurur ki, Məhdəvi Kənnidir onun adı. O alimdir, hal-hazırda qoca yaşayır.
çox dəyərli alimlərdəndir. O ilk dəfə gedib Rəcəb Xəyyatla görüşüb ki, eşidib ki, ondan gedib dərs öyrənənlər var, ondan gedib təcrübə öyrənənlər var. Gedib görüşüb oturub ondan. Rəcəb Xəyyat ona buyurub ki, nə olmaq istəyirsən? Bu təhsil alırsan, deyirsən, təhsil alıram. Nə olmaq istəyirsən? Deyir, tələbə olmaq istəyirəm. Deyir, tələbə olmaq istəyirsən, yoxsa adam olmaq istəyirsən? Rəcəb Xəyyat buyurur. Yəni onun səviyyədə adam o sözü deməsi, yəni belə deyim də, məqbuldur. Məsələn, bunu başqa adam desə insan qəbul eləməz ki, bu nə danışır? Mən adam olmaq istəyirəm, yoxsa tələbə olmaq istəyirəm. Deyir, tələbə olmaq istəyirəm, yoxsa adam olmaq istəyirsən? Deyir, tələbə olmaq istəyirəm. Deyir, yox, sən adam olmağa çalış. Adam olmağa çalış. Yəni ki, çalış ki, adam olasan. Yəni bu din, bu təhsil insanın adam olmağa, yəni bizim dildə də bu gəlir ki, insan olmaq, adam olmaq. Bəli. Sonra o da buyurur ki, necə eləyim, yəni da adam olmaq nə mənada desən? Deyir, ancaq Allah üçün yaşa. Hətta kabab yeyirsən deyir evdə, məsələn bir məclisdə ya kabab, onu da Allaha görə ye. Yox, o kababı da Allaha görə ye. Deməli, o da buyurur ki, kababı necə Allaha görə yemək olar axı? Adam Məhtəbi Kəlimi ona buyurur ki, kababı necə Allaha görə yemək olar axı? Deyir, bax bunu düşün ki, mən ki bu kababı yeyirəm, Allahın dininə xidmət eləmək üçün, bədənim Allaha xidmət eləmək üçün çalışsın. Bunu niyyət eləyim ki, bunu ki yeyirəm, həzz almaq üçün yox, kababın ləzzətini almaq üçün yox. Məhz bunu yeməklə də yenə də insanlara, insanlığa, Allaha, dinə xidmət eləmək üçün bunu yeyim. Bədənim güclənsin, buna xidmət edeyim. Bax bu niyyətlə o kababı hətta yeyə bir məclisdə belə. Bax bu ayda adam insan bunu niyyət eləsin ki, bütün yaşayışım Allah üçün olsun və Quran-Kərimdə də Allah buyurur ki, deməli sizi bir şeyə mən moizə edirəm. Allah özü bir yerdə Quran-Kərimdə moizə buyurub. Deyir, mən sizi bir şeyə moizə edirəm. Ən təqumu lillah. Allah üçün yaşayın. Allah üçün yaşayın. Bax, bu çox önəmli məsələdir. Çox təşəkkür edirik sizə. Həqiqətən də təfərrüatlı cavablama oldu. Fazil bəy, istərdik birazca genişləndirək mövzunu. İnsanın nələri ki etməməli olduğu, hansı niyyətləri ki kənara qoymalı olduğunu qeyd etdiniz. Bəs konkretləşdirsək, bu ayda, bu mübarək ayda axirətimizin qazanılması cəhətindən hansı əməllər yerinə yetirilmək tövsiyə olunur? Aha. Baxın, gözəl bir söz buyurdunuz ki, bəzi etməməli olduğumuz əməlləri kənara qoymaq. Bizim tanınmış alimlərdən biri, yəni hətta kitabları neçə illərdir Azərbaycanda tərcümə olmuş Şəhid Mürtəza Mütəhhəri. Onun gözəl bir duası var, sözü var. Deyir ki, biz dualarımızda Allaha deyirik ki, ilahi ver. Filan şey ver, filan şey ver, filan şey ver. Əslində biz daha çox deməliyik ki, filan şeyi al. Filan şey məndən al, filan şey məndən al. Gözəl bir sözdür. Yəni elə bu Ramazan ayında insan Allahdan o alları desin. Mən də daxil olmaqla deyək Allaha ki, ilah verəm, filan xüsusiyyəti məndən al, filan pis xasiyyəti məndən al, filan vərdişi məndən al. Bu vərdiş məndən çıxsın, bu pis xüsusiyyət məndən çıxsın və bunun üzərində doğrudan da bu ayda çalışmağın yeri var. Bəli, doğru buyurursunuz. Yəni bu ayda insan nələri kənara qoymağı düşünməlidir. Bəzən hətta bu peyğəmbərdən olan hədislərdə və imamlardan olan hədislərdə bizə gəlib çatır ki, bəzən insan özü tapa bilmir ki, özündə hansı xüsusiyyətlər var. Hətta alimlərimiz buyururlar ki, insan bu məsələdə öz düşməninə belə müraciət eləməsinin yeri var. Yəni insanın hətta dostu bəzən insana yaxşı pis xüsusiyyətlərini demir ki, utanır ki, mən dostuma necə deyim ki, könlü qırlar. Hə, könlü qırlar. Bu da düzgün şey deyil. Gərək əsl dost öz dostuna desin ki, qardaşım, ola bilər sən bu xüsusiyyəti görmürsən, biraz danışanda astadan danış, çox yuxarı səslə danışma. Və ya məsələn başqasının sözünü kəsmə və ya belə bu xüsusiyyətlərin bir-bir desin ona ki, insan onun üzərində çalışsın. İnsan bax bu xüsusiyyətdə, mənfi xüsusiyyətləri özünə siyahı eləməlidir. Bunun üçün hətta düşməninin qapısına belə getməlidir ki, hətta belə bir deyim var, desəm belə bir şeir var, bildiyim qədəri şairlərdən, tanınmış şairlərdən ki, ey alçaq, ey mənfur, mümkünsə eybimi demənim, təxminən belə bir şey var ki, ey düşmənim mənim, mən gəlmişəm sənin qapıma ki, mənim o eyibli cəhətlərim yoxdur, hamıya deyirsən, mənə de bilim mənim eyibli cəhətlərim nədir, gedim onun üstündə çalışım. Yəni bu dərəcədə mühümdür ki, insan öz görmədiyi tərəflərini görsün və o hadisəni bütün alimlər ilə danışır İslam aləmində ki, Peyğəmbərimiz səhraya çıxmışdı, bir gəzintiyə çıxmışdı səhabələrlə. Səhra, ağ bir səhrada dedi ki, gedin çör-çöp gətirin. İnsanlar dedilər, səhabələr dedilər ki, ya Peyğəmbər buralar görürsünüz, səhralıqdır, heç nə görünmür burada çör-çöp. Peyğəmbər buyurdu ki, xeyr, gedin diqqətlə axtarın, çör-çöp gətirin tonqal qalamağa və onlar gedirlər axtarışa və bir tonqallıq çör-çöp tapırlar. Deməli, insan, Peyğəmbər də orada buyurur
ki, bax siz əvvəldə dediniz ki, heç nə yoxdur çöldə. Bəli. Amma gedib diqqətlə baxdınız və bu qədər çöp tapdınız. Deməli, insan dərindən düşünəndə öz daxilindəki pisliklərini görə bilər. Amma dərindən düşünsə və bir də ki, insan özünə kənardan baxa bilsə, bu çox mühümdür. Yəni, bir qədər özünə kənardan baxa bilsə. İstər-istəməz insan öləcək və ölüm anında öz əməllərinə tənqidi yanaşacaq. Həzrəti Əli əleyhissalam buyurur ki, o vaxt ki, insan dünyasını dəyişdi, bağrı çatlayacaq ki, mən nə işlər gördüm, mən nə işlər gördüm. Deyir, elədiyi işlər onun gözünün qabağından keçdikcə bağrı çatlayacaq, o qədər özünü qınayacaq. Bax, o özünü qınama ki, axırda olacaq. Neçə il biz qalacaq, bilmirik, o axirət ili ilə qiyamətə qədər neçə il qalacaq deməli qəbirdə. Həmin o qınama ki olacaq, o işlərimiz və qəbir əzabı deyilən əzab var axı. O qəbir əzabında da biz o dünyada elədiyimiz bəzi işlərin əzabını qəbirdə görəcəyik və peşman olacağıq. O peşmançılıq insan bu dünyada çəksin də. Yəni o özünü qınamağı mənlə daxil olmaqla insan bu dünyada qınasın özünü ki düzəlsin. O da o vaxt olar ki, bəli, doğrudan insan özünə kənardan baxa bilsin. Gözəl bir söz buyurulubdur. Bu günlərdə o söz qarşıma çıxdı. Xoşum gəldi o sözdən. Alimlərdən də bu söz deyir ki, insan baxsan ki, evində kitabxana var. O kitablardan istifadə edir. Orada burada fəxrlə də deyir ki, mənim evimdə bax bu qədər kitabxana və evinə gələn qonağa kitabları təqdim, kitabxanasını təqdim. Bu mənim kitabxanamdır. Alimlərdən biri buyurur ki, deyir ki, insanın bir dənə də kitabı var, o nəfs kitabıdır. İnsan bütün həyatı boyu çox kitablar mütaliə edir, amma öz nəfsinin kitabını heç vaxt mütaliə eləmir. Bir açsın o nəfsinə baxsın, görsün bu kitabda nə yazılıb, mütaliə edib, nə var burada. Hələ ondan sonra təqdim eləyərmi? Bəli, təqdim eləyər. Ona görə də bir vaxt lazımdır ki, insan vaxt ayırmalıdır. Öz nəfsinin kitabını bir açsın, bir mütaliə eləsin, görsün. Bunun içində nələr var? Bəli. Ona görə İslam alimləri gətiriblər, İslam əxlaq alimləri əxlaq kitablarında bir rəzilət sifətləri göstəriblər, bir fəzilət sifətləri göstəriblər ki, insan heç olmasa o rəzail sifətlərə baxsın, görsün ki, məndə təkəbbür, bəlkə məndə təkəbbür var, bunun üstündə işləyim. Bunu oxuyanda insana təsir eləyir. Və Qurani-Kərimdə də olan mövzular elə buna aiddir. Bu mövzular ki, Qurani-Kərimdə gəlibdir, bunlar 1400 ildən qabağın mövzular deyil ki. Bu mövzular ona görə Quranda gəlib ki, hər dövrdə bu mövzular olacaq. Hər dövrdə Yusiflə Züleyxanın o qarşılaşdığı o otaqlar, o yerlər olacaq ki, Yusiflə Züleyxa bir otaqda qaldılar. Orada Allahın ucalığını Yusif görə bildi, Həzrəti Yusif görə bildi. Yəni bu bizim peyğəmbərdən gör neçə əsr qabaq Yusif peyğəmbərin dastanı. Görün necə qədim bir dövrdür. Heç o dövrdən bizə elə bir məlumat da qalmır, böyük bir məlumatlar qalmır, tarixi məlumatlar. Amma Qurani-Kərimə gətirməklə Allah demək istəyir ki, Yusiflə Züleyxanın düşdüyü o yer var, o yol var. Elə Rəcəbəli Xəyyat da elə bir həyatında belə bir hadisə baş verib ki, bir qadınla bir evdə qalası olub təklikdə və o deyək, o mənəvi cəhətdən, o qaranlıq mühitdən qaça bilib. Deyir ki, mən gördüm çox pis vəziyyətə düşmüşəm, bir qadınla, qohum bir qadınla bir evdə qalmışam, tək ikimizik və mən oradan qaçdım. Yəni o pis durumdan qaçdım, o tələdən qaçdım. Ondan sonra Rəcəbəli Xəyata o böyük bir deyək mənəvi məqamlar verilibdir. Allah özü bilir ki, bütün dövrlərdə belə bir vəziyyət yaranacaq. İki naməhrəm bir otaqda, iki naməhrəm bir iş yerində, iki naməhrəm bir deyək bir yerdə. Bu axı 1400-ə aid, 2000 il bundan qabağa aid deyil. Bu köhnə bir şey deyil. Bəziləri deyirlər ki, Qurani-Kərim 1400 bundan qabağın kitabıdır. İndi hal-hazırda nə əhəmiyyəti var bu kitab müasir bir dövrdür. Başa düşmürlər ki, su heç vaxt köhnələ bilməz. Başa düşmürlər ki, suyu heç nə əvəz eləyə bilməz. Su qədim də olsa, indi də içilməlidir və onu heç nə əvəz eləyə bilməz. Qurani-Kərimin də hökmləri, orada deyilənlər həmişəyə aid olan məsələlərdir. Tutalım, əgər orada hər hansı bir Fironun təkəbbüründən söhbət gedirsə, indiki dövrdə də Fironluq eləyənlər var. Ona görə Qurani-Kərimin Fironun misal çəkməsi köhnəliyə aid deyil ki, indiyə də aiddir. O təkəbbür həmişə insanda ola bilər. Deməli, Qurani-Kərimin o mövzularına toxunduqca insan, Qurani-Kərimi oxuduqca hələ bu ayda özünün xüsusiyyətlərini orada görə bilər və onun üzərində işləyə bilər. Əgər doğrudan insan gözü açıq olsa, doğrudan da deməli təvazökar olsa bunu eləyə bilər. Ona görə siz dediyiniz o sual verdiyiniz mövzu ki, insan hansı mənfi xüsusiyyətləri necə eləyə bilər ki, yəni bu ayda özündən uzaqlaşdırsın, bu o adama şamil ola bilər ki, özünü görə bilir. Güzcüyə baxa, mənəvi güzcüdə özünü görə bilir. Bir insan ki, mənəvi güzcüdə özünü görə bilmir, əlbəttə özünü yaxşı insan sayacaq və heç vaxt da onda bir dəyişiklik olmayacaq. Mən belə bir cümlə bir verilişlərin birində demişdim. Əlbəttə alimlərimizdən öyrənirik, nə deyiriksə. Deyirəm ki, baxın,
dünya müvəffəqiyyətlərinin hamısının arxasında böyük bir əziyyət yanır. Bəli. İnsan əgər idmanda birinci yer tutmaq istəyirsə, illərlə əziyyət çəkir, düzdür? Bəli. İnsan əgər məsələn akademik olmaq istəyirsə həqiqətdə və ya məsələn doktorantura daxil olmaq istəyirsə, illərlə əziyyət çəkməlidir, getsin imtahan verə bilsin və buna qəbul ola, düzdür? Aha, indi biz cənnətə daxil olmaq istəyirik. Sual, elə mövzumuz da axirətdə də. Cənnət universitetə daxil olmaqdan zəif bir nemətdir. Hə? Zəif nailiyyətdir. Cənnət bir güləşçinin tuta biləcəyi o birinci yer var ha. O birinci yerdən, həmin o yarışdan daha zəif bir nailiyyətdir. Əsla. Necə ola bilər ki, həmin o birinci yeri tutmaq üçün mən əziyyət çəkməliyəm mütləq? Hə? Mütləq əziyyət çəkməliyəm. Əziyyət çəkməsəm ora daxil ola bilmərəm. Amma necə ola bilər ki, insan elə keyf kəssin və cənnətə daxil olsun? Heç bir əziyyəti olmadan cənnətə daxil olsun. Mümkün deyil. Bu bir xəbərdarlıqdır. Həm psixoloq xəbərdarlığı deyək, özümə də aiddir bu ki, yəni bir insan necə ola bilər rahat cənnətə daxil ola bilsin? O boyda bir nailiyyət ki, həm ali məktəbdən də uca bir nailiyyətdir, həm eyni zamanda bir güləş kimi bir idman növündən də ali bir nailiyyətdir. Bəli. O birinci yer tutmaq ali bir nailiyyətdir. Amma insan fikirləşsin ki, həmin elə şükür Allaha cənnətli adamam. Heç bir əziyyət olmayıb o həyatında. Bəli. Əziyyət nə olmalı idi həyatında ki, cənnətə daxil olsun? Əziyyət o pis xüsusiyyətlərinin üzərində işləmək. O ki, deyirsiniz, hansı xüsusiyyətlər insan. Onun üzərində əgər işləmək əziyyəti olmayıbsa, məsələn, təkəbbürünün üzərində işləməyibsə, illərlə işləməyibsə, əgər məsələn, başqasını lağ eləmək və ya başqasının eyblərini axtarmaq kimi xüsusiyyətinin üzərində işləməyibsə, bu necə cənnətə daxil ola biləcək? Mümkün deyil. Deməli, mən də daxil olmaqla, əgər məndə o xüsusiyyətlər qalıb ki, onların üzərində işləməmişəm, əziyyət çəkməmişəm, illərlə, aylarla bu yıxılıb, çəndəliyib düzəlməmişəmsə, yəni mübarək Ramazan ayı təkcə fiziki cəhətdən oruç tutmaqla deyil, eləcə də mənəviyyatın üzərində işləmək üçün bir meydandır. Bütün ömür boyu insan bunun üzərində işləməlidir. Elə xüsusiyyət var ki, insan illər lazımdır ki, o xüsusiyyəti özündən çıxarsın. Məsələn, çox danışmaq xüsusiyyəti və yersiz danışmaq xüsusiyyəti. O qədər mühüm məsələdir bu. Ki, məsələn, hədislərdə gəlib, görürsünüz, hədisdə belə gəlib ki, Peyğəmbərdən olan hədisi eşitmişik də hamımız. Müsəlman o şəxsdir ki, əlindən və dilindən başqaları zərər görməsin. Siz təsəvvür edin, əl, yəni əməl, əməllərindən, dil ayrıca göstərilir. Bəli. Deməli, o qədər mürəkkəbdir dil barədə o mənfi xüsusiyyətlərdən qurtarmaq. O qədər çətin ki, bunu ayrıca göstərib Peyğəmbər. Əlindən və dilindən. Niyə? Dili ayrıca göstərib sualdır və bu təəccüb edici bir şey, təəssüfləndirici bir şeydir ki, bəli, doğrudan da dil üzərində çalışmaq nə qədər mühümdür. İnsan dilin üzərində çalışsın, yersiz danışmasın, yersiz də susmasın, yersiz də danışmasın və ya məsələn danışmağı ilə başqalarını incitməsin. Nə qədər insanın vaxtı lazımdır ki, insan dilini düzəltsin. Özdə cəmiyyətimizdə dil məsələsi çox mühümdür. Çox. Həqiqətən görürsünüz ki, bir məclisdir, yersiz danışmaqla insanları, məsələn, hətta dindarların, hələ öz dindarlarımızı götürək, elə yer var, elə məclis var ki, orada yersiz danışmaqla dinə yaxın olan bir adamı belə dindən uzaqlaşdırır. Baxırsan. Yəni, tutalım və ya dini mövzuda o qarşı tərəfi o qədər yükləyir ki, dili ilə. Qarşı tərəf artıq elə o məclisdən tövbə edir ki, İkrah hissi duyur. İkrah hissi yaradır. Bu hamısı insanın hesablamamasının nəticəsidir. Özlərində işləməyib insan. Hesablamır ki, mən bunları desəm, insan daha da uzaqlaşar. Yəni, çox diqqət olunmalıdır. Bəzən bir mövzu, məsələn, tutalım ki, mən gördüm, bu yaxınlarda dostlar yığışmışdılar. Bir neçə nəfər orada namaz qılmayan idi. Namaza meyilli adamlar idi. Artıq namaza başlamaq istəyən adamlar idi. Orada, məsələn, o dəvət edən adam haram süfrələrdən başladı danışmağa. Da sən əgər namaza gəlsən, bilirsən də haram süfrələrdir, haram yerlərdir, haram toylardır, bura getməməlisən. Artıq qadağalardan başladı. Yəni dərhal qadağalardan başladı. Mən orada yer aldım sözə, dedim ki, bəs bilirsiniz, bu qadağaları şeytan gözə verəndə, yəni şeytan bunları böyüdəndə insan heç ibadətə yaxın durmaq istəmir. Gəlin qadağalardan başlamayaq. Mən sizə deyim ki, əzizlərim, bax, siz ki, namaza başlamaq istəyirsiniz, dinə başlamaq istəyirsiniz riayət eləməyə, nəyi bacarırsınız ona riayət edin hələ. Nəyi bacarırsınız? Hələ namazı bacarırsınız. İlkin potensiala görə. Yəni, biz özümüz belə olmuşuq. Biz özümüz belə gələn kimi dinə hər şey gözəl olmayıb ki, indi də gözəl deyil hər şey.
Baxın, o qadağalarla, bax görürsüz, bir insan başlayır qadağalarla başqalarını dəvət eləmək. Qadağalarla dəvət eləyəndə o tərəfdə psixoloji olaraq dilə gətirməsi daxilində deyir, aha, mən əgər namaza başlasam onda filan kəslərlə oturub dura bilməyəcəm də, məsələn, filan məclisə gedə bilməyəcəm. Elə bu düşüncə ilə şeytan artıq onu ibadətdən kənar salır. Amma biz belə başa salsaq ki, nəyə gücün çatır? Bəli. Dinin dediklərinin nəyinə gücün çatır? Buna çalış, riayət elə və Allahdan istə ki, daha böyük şeylərə gücün çatsın. Yavaş-yavaş bu sənin həyatından özü uzaqlaşıb gələcək o haram şeylər. Təşəkkür edirik sizə Fazil bəy bu geniş açıqlamaya görə. İnanırıq ki, bu mübarək günlərdə tamaşaçılarımız üçün də çox fayda olacaq. Qısaca xülasələşdirsək mövzumuzu, bütün qeyd etdiyiniz məsələləri nəzərə alsaq, biz elə mübarək Ramazan ayını bir növ axirət ayı adlandıra bilərikmi? Ümumilikdə İslamın bütün hökmləri həm dünyaya hesablanıb, həm axirətə. Bəli. Yəni Qurani-Kərim buyurmuşkən Rabbənə ətinə fid-dunya həsənətən və fil-axirati həsənətən. Mənə bu dünyanın gözəlliklərini ver və axirətin gözəlliklərini ver. Və buna oxşar həm hədislər, həm Quran ayələri bizə göstərir ki, əslində dinə riayət eləmək həm dünya həyatını gözəlləşdirir, həm axirət həyatını gözəlləşdirir. Yəni belə deyil, təkcə axirətə hesablanmış olsun. Dünyanın özünün də bir gözəlliyi, dünyanın özünün də bir cənnəti var. İnsanın Allah dininə riayət eləməsi, Əhl-i Beyti sevməsi dünya cənnəti sayılır əslində. Bəli. Ki İmam Sadiq əleyhissalam bir neçə səhabəsinə buyurur ki, siz biz Əhl-i Beyti sevirsinizmi? Deməli siz cənnətdəsiz əslində. Siz məndən xahiş edin ki, mən dua eləyim ki, Allah sizi cənnətdən çıxartmasın. Deməli bu dünyanın cənnətidir. Əhl-i Beyti sevmək, onların ardıca getmək, bu bir növ dünya cənnətidir və İslam dini həm dünya həyatını xoşbəxtliyə çatdırmağa, dünya insanını dünyada xoşbəxtliyə çatdırmağa hesablanmış bir dindir, həm axirət xoşbəxtliyinə. Eşitmisiniz də bizim 12-ci imamımız inşallah zuhur eləyəndə hədislərdə gəlib ki, sədəqə verməyə belə adam tapılmayacaq. Niyə olacaq bu? Bu niyə belə olacaq ki, hətta sədəqə verməyə kasıb insan tapılmayacaq? Çünki Quran icraya qoyulacaq bütün dünyada və o Qurana əməl olunacaq deyə insanlar xoşbəxtliyə çatacaqlar. Bax, dünya xoşbəxtliyindən söhbət gedir burada. Təkcə axirət xoşbəxtliyi yox. İnsanlar 12-ci imamın zuhuru ilə nə baş verəcək? Bütün insanlıq, Quran icraya qoyulacaq bütün dünyada. Quran icraya qoyulandan sonra Allah sübut edəcək bütün insanlığa ki, buna riayət eləsəydiniz belə xoşbəxt olardınız. Bizi bu dəqiqə izmlər xoşbəxt eləməyə çalışır. Kapitalizm, sosializm, izm. Amma sübut olundu bütün tarixə ki, bu izmlər insanları xoşbəxt eləmədi. Daha da insanları fəlakətə sürür. Daha da müharibələr artıb. Daha da insanların qırılması artıb. Bu qədər deyirlər ki, sivilizasiyalar. Biz görürük ki, daha da insanların qırılması, daha da insanların hətta müəyyən xəstəliklər buraxırlar. İnsanların arasında insanlar qırılsın. Bu onun göstəricisidir ki, bu izmlər insanları xilas eləyə bilmədi. Quran icraya qoyulacaq bütün bir ölkədə yox, bütün dünyada icraya qoyulacaq. İcraya qoyulandan sonra xoşbəxtlik, əsl xoşbəxtlik bu dünyada özünü göstərəcək və Allah sübut edəcək o dünya insanlarına və axirət insanlarına hamısını sübut edəcək ki, bu Qurana riayət eləsəydiniz, belə xoşbəxt olardınız. 12-ci imam zuhuru ilə və ona görə mən demək istəyirəm sizin sualın cavabında ki, xeyr, yəni belə deyil, təkcə axirət xoşbəxtliyi. Qurana riayət eləyəndə insan, Qurana həqiqətən riayət eləyən, İslama riayət eləyən insanlar elə bu dünyada xoşbəxtliyi yaşayırlar. Yəni ailə olaraq yaşayırlar, cəmiyyət olaraq yaşayırlar. Hətta evdə belə deyil, el dilində desək, pendir çörək yesə belə onu çoxunluqla yeyir. Çünki Allahın dininə riayət eləyir. Təşəkkür edirik sizə. Həqiqətən təfərrüatlı məqamlara toxundunuz. Elə Ramazan ayı kontekstində bir çox psixoloji, mənəvi və sosioloji mövzulara toxundunuz ki, düşünürük ki, tamaşaçılarımız üçün də çox fayda olacaq. Onlar da sizin çıxışınızdan faydalanacaqlar. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə təşəkkürümüzü bildiririk. Bir daha var olasınız. Mən də təşəkkür edirəm sizə. Çox sağ olun. Var olasınız. Dəyərli izləyicilərimiz, siz İlahi Ziyafət proqramını izləyirdiniz. Mütəallı Allah bu mübarək ayda həm dünyamızı, həm axirətimizi qazanmağı, eləcə də pis xüsusiyyətlərdən uzaqlaşmağı və yeni gözəl xüsusiyyətlər əldə etməyi nəsib etsin hər birimizə. Növbəti buraxılışlara dək Allah amanında.